Bakı-Vaşinqton razılaşmasına Rusiyadan şər. Vəziyyət dəyişir. Günay Ağamalıdan açıqlama. Atam bizim üçün bunu qoyub getdi. Bu halda İran-Ermənistan əməkdaşlığı olmayacaq. Şoyqudan Ermənistana xəbərdarlıq. Amerika Birləşmiş Ştatlarının təklifini qəbul etsəniz. Tarixi anlar. Azərbaycan nümayəndə heyəti Ermənistana belə daxil oldu. Pensiya alanlara şad xəbər. Son hadisələr göstərir ki, Rusiya ilə sərhəd bölgəsində vəziyyət dəyişir və qonşu ölkələrdə yeni prioritet və strateji tərəfdaşlar ortaya çıxır. Bu barədə Nezavisimaya qazeta yazıb. Rusiya nəşri xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James David Vance fevralın 10-da Bakıda iki ölkənin hökumətləri arasında strateji tərəfdaşlıq xartiyasını imzalayıb. Sənəddə vurğulanır ki, Cənubi Qafqazda sülh Amerika Birləşmiş Ştatları və Azərbaycanın ortaq maraqlarına uyğundur. Tərəflər beynəlxalq və regional təhlükəsizliyi gücləndirmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığı dərinləşdirməyi, kiber təhlükəsizlik və kritik infrastrukturun qorunması imkanlarını artırmağı, habelə maliyyə dəstəyi və texnologiya transferi yolu ilə mina təmizləmə qabiliyyətini inkişaf etdirməyi planlaşdırırlar. Vaşinqton və Bakı bu məqsədlərə nail olmaq üçün iqtisadiyyat, ticarət, enerji, rabitə, süni intellekt, rəqəmsal inkişaf, həmçinin təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq üzrə işçi qrupları yaradacaq. Amerika Birləşmiş Ştatları bu razılaşmayla Cənubi Qafqazda mövqelərini gücləndirərək Xəzər dənizinə çıxış əldə edir. Amerika Birləşmiş Ştatları Tramp marşrutu üçün Ermənistanın da razılığını alıb. Ermənistan ərazisindən keçəcək bu yol Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Ermənistan isə Amerika Birləşmiş Ştatlarının bütün inteqrasiya təşəbbüslərinə dəstəyini təmin edib. Beləliklə, Cənubi Qafqaz artıq Rusiyanın təsir dairəsindən çıxır və Amerika Birləşmiş Ştatlarının təsir sahəsinə daxil olur. Millət vəkili Günay Ağamalı atası Fəzail Ağamalının vəfatı ilə bağlı ona başsağlığı verən hər kəsə təşəkkür edib. Deputat sosial şəbəkə hesabında paylaşdığı statusda atasının itkisinin ailəsi üçün böyük sarsıntı olduğunu bildirib. Atam ömrünü dövlətimizə, millətimizə və ideallarına həsr etmiş Fəzail Ağamalının vəfatı ailəmiz üçün çox ağır itkidir. Acı xəbər eşidən andan yanımızda olan, başsağlığı verən, dərdimizə şərik olan hər kəsə təşəkkürümü bildirirəm. O yazıb. Günay Ağamalı qeyd edib ki, bu çətin günlərdə göstərilən diqqət və ehtiram ailələri üçün böyük təsəlli olub. Qapımızı döyən, zəng edən, mesaj yazan, dualarında adımızı çəkən hər kəsin diqqəti bizim üçün dəyərlidir. Dövlət və ictimaiyyət nümayəndələrinin, həmkarlarımın, dostlarımızın, tanıyan və tanımayan insanların göstərdiyi ehtiram Fəzail müəllimin ömür yolu və prinsiplərinə verilən qiymətin göstəricisidir. Millət vəkili vida və yas mərasimlərində iştirak edən, kədəri bölüşən hər kəsə minnətdarlığını ifadə edərək vurğulayıb ki, atasının xatirəsi onlar üçün həm ailə dəyəri, həm də həyat məktəbidir. Atam bizim üçün əqidə və mövqe qoyub getdi. Onunla bağlı söylənilən xoş sözlər, yazılan xatirələr bizim üçün ən böyük təsəllidir. Qeyd edək ki, uzun illər siyasi fəaliyyətlə məşğul olan 6 çağırış deputat seçilən 78 yaşlı Fəzail Ağamalı fevralın 9-da Türkiyədə vəfat edib. O, 35 il Ana Vətən Partiyasına rəhbərlik edib. Bu yaxınlarda partiyanın sədri vəzifəsinə onun qızı Günay Ağamalı seçilib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İran məsələsi ilə ciddi maraqlanır, lakin bunu Cənubi Qafqazla əlaqələndirmir. Bu barədə Amerika Birləşmiş Ştatlarının Ukrayna və Özbəkistandakı keçmiş səfiri John Herbst deyib. Herbst bildirib ki, Trump Cənubi Qafqazda İrəvan və Bakı arasında sülhün bərqərar olması və Amerika Birləşmiş Ştatlarının regionda kommersiya maraqlarının irəliləməsi üçün proseslərə başlayıb. Herbst həmçinin qeyd edib ki, İran Trump administrasiyasının əsas prioritetlərindən biridir.
İranın Ermənistanla dostluq əlaqələri və Azərbaycanla yaxşı münasibətləri, eləcə də bu ölkələrlə ortaq sərhədləri var. Lakin bu element Trampın Cənubi Qafqaz siyasətində əsas rol oynamır. Eyni zamanda mən ümumiyyətlə rol oynamadığını demirəm. Tramp İran siyasəti prizmasından Ermənistan və Azərbaycana ciddi diqqət yetirmiş. O, yəqin ki, İrana təzyiqi artırmağı və bəlkə də Ermənistan və Azərbaycanın buna necə kömək edə biləcəyini düşünür. Amma bu, onun Tehran siyasətinin ön planında deyil. Əgər Ermənistan və Azərbaycan nəhayət sülh razılaşmasına nail olsaydılar və İrəvan Ankara ilə münasibətlərini yaxşılaşdırsaydı, İran və Ermənistan arasında sıx əməkdaşlığın səbəbləri yox olardı, deyə ekspert əlavə edib. Amerikalıların həmişə çox cəlbedici biznes təklifləri olur. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Shoigu Vaşinqtonun Ermənistanda kiçik modul nüvə reaktorları tikmək planlarını şərh edərkən deyib. Amerikalılar hələ də bir dənə də olsun kiçik modul reaktor tikməyiblər. Onu işə salmağı bir yana qoyaq. Hətta daha da pisi, sənaye istismarını da təcrübədən keçirməyiblər. O bildirib. Shoigu qeyd edib ki, Ermənistanda nüvə elektrik stansiyası üçün kiçik reaktorların tikintisi və çox güman ki, kreditlə maliyyələşdiriləcək layihənin xərcləri ölkənin gələcək nəsilləri tərəfindən ödəniləcək. Amerika Birləşmiş Ştatları istehsal olunan hər megawatt saat enerjinin təxmini qiymətini belə göstərməyib. Amma Ermənistan Amerika texnologiyasından istifadə edərək reaktorlar tikməyə başlayarsa, Rusiya yeni nüvə təhlükəsizliyi risklərini nəzərdən keçirməli olacaq. Ermənistanda sülh körpüsü təşəbbüsü çərçivəsində fevralın 13-14-də iki tərəfli dəyirmi masa keçiriləcək. Bu barədə Report Armenian Council-a istinadən xəbər verir. Dəyirmi masada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək. Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimitasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana gəlib. Sülh körpüsü təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupu iştirak edəcək. Məlumata görə Azərbaycan nümayəndə heyətinə 19 nəfər daxildir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Muxtar Respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib. İlin əvvəlindən 9,3% indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.